Beynəlxalq Qalereya və Evento Group Facilitanın birgə təşkilatçılığı ilə Azərbaycan və Hindistan mədəniyyətinə həsr olunmuş İncəsənət Sərhəd Tanımır adlı rəsmi və bədii hissədən ibarət olan sərgi tədbir təşkil olundu. Sərgidə müxtəlif yaş qrupundan olan 200 rəssam 200 fərqli texnikalarda əsərləri ilə iştirak edirdi. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İskəndərova bildirdi ki, Azərbaycanla qədim mədəni və mənəvi yaxınlığa malik olan ölkələrdən biri də Hindistan olmuşdur. Çox zəngin və mədəni rəngarəngliyə malik bu ölkə ilə Azərbaycan arasında mədəni yaxınlaşma və əlaqələrin tarixinin kökləri qədim dövrlərdən başlayır. Qədim Hindistan incəsənəti özünün ənənəviliyini, duyulma qabiliyyətli xüsusiyyətləri və simvolikliyi ilə səciyyələnir. Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi mədəni irsə malikdir. Azərbaycanın qədim milli mənəvi dəyərləri, təbiətinin füsunkarlığı sanki musiqiyə, sənət əsərlərinə hopub. Azərbaycan incəsənəti təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Qədim milli mənəvi dəyərləri, ənənələrini özündə yaşadan Azərbaycan bugün dünyada müxtəlif sivilizasiyaların qovşağı kimi tanınır. Hər iki ölkə həm keçmişdən, həm də indiki dövrdən təsirlənən zəngin və müxtəlif mədəniyyətlərə malikdir. Elnurə İskəndərova Hindistanın Azərbaycandakı nümayəndəliyi ilə birgə təşkil olunan sərgi tədbirin iki ölkə arasında əlaqələrin inkişafına və incəsənətə bir töhfə olacağını qeyd etdi. Sərginin Hindistan tərəfdən təşkilatçısı Evento Group Facilitanın direktoru Srujana Chandra Beynəlxalq Qalereya ilə dəfələrlə uğurla layihələrə imza atdıqlarını, bu layihələrin davamlı olacağına inandığını bildirdi. Sərginin layihə rəhbəri Aygün Əzizova sərginin İncəsənət Sərhəd Tanımır silsiləsindən Hindistan, Azərbaycan incəsənətinə həsr olunduğunu diqqətə çatdırdı. Beynəlxalq Qalereya olaraq əsas məqsədin beynəlxalq əlaqələrin inkişafı, incəsənətin təbliği olduğunu vurğuladı. Sərgidə nümayiş olunan əsərlərin Azərbaycan və Hindistan incəsənətinin keçmişdən müasir dövrə qədərki inkişaf tarixini əks etdirdiyini bildirdi, iştirakçılara uğurlar arzu etdi. Sərgidə rəsmi qonaq olan Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Srinivas Rao Javadi rəssamları salamladı. Cənab Javadi Hindistana və Azərbaycana sevgilərini nümayiş etdirmiş istedadlı rəssamlarla birgə tədbirdə iştirakından məmnun olduğunu bildirdi. Qeyd etdi ki, sərgilənən sənət əsərləri vasitəsilə gənc istedadlar hər iki ölkənin mədəniyyət və dəyərlərini birləşdirir. Qız qalasının və Hindistan darvazasının təsviri ölkələrimizi birləşdirən oxşarlığı simvollaşdırır. Cənab Srinivas Rao Javadi gənc rəssamlara uğurlar, sənətləri ilə hər iki xalqa sülh və firavanlıq gətirməyi arzuladı. Sərgi tədbirdə eyni zamanda Hindistan səfirliyinin əməkdaşları xanım Usha Javadi, cənab Rajkumar Gupta, xanım Mamta Gupta və digər nümayəndələr iştirak edirdi. Daha sonra qonaqlar sərgidə nümayiş olunan əsərlərlə tanış oldular. Beynəlxalq Qalereyanın direktoru Elnurə İskəndərova və rəssamlar müəllifləri olduqları əsərlər barədə qonaqlara ətraflı məlumat verdilər. Tədbirdə iştirak edən rəssamlar sertifikatla təltif olundular, həmçinin onlara Hindistan mədəniyyətindən bəhs edən kitabla təqdim olundu və xatirə fotoları çəkildi. Media nümayəndələrinin də iştirak etdiyi sərginin bədii hissəsi Azərbaycan və Hind musiqiləri, əsrarəngiz rəqsləri ilə davam etdi.